Yəni başa düşdün? Bax, 3-də xlor olduğuna görə 3 xlor. Sonra nə dedin, Nihat? Müəllim 5-dən aşağı çıxıb demə 5 metil. Metil, aha, sonra 2-dən də OH çıxıb və 6 dənə karbon var deyənə heksanol 2. heksanol, bəli, heksanol 2 tamamilə doğrudur. Belə fikirləşmişdiniz? Ben bir şey soruşa bilərəm. Buyur. Biz niyə aşağıdan götürmədik ki? Aşağıdan götürsək də eyni olardı yəni. Sən buranı soruşsan, bir dənə qoy saraldım. Gözdə görüm, Gülay. Qırmızıdan gedim. Yəni belə gəlim düşündüysən. Bəli, yəni elə də Yenə orada 5-də də metil olur da, yenə 5-cidən düşür o. Radikal eyni şey olacaq. 3 xlor 5 metil, heksanol 2. Bəli, bəli. Müəllim, Bəli. və məsəl üçün 4-dən ayrı getsə, məsəl üçün də 4-dən qabaq düpələmsiz getsə ondan ayrı. Yəni fərqli adlar alına bilsə. Məsələn, burada başqa bir radikallar olsun. Belə. Bəli. Bax, biraz da uzadıram. Hə, məsələn, biraz da uzatdım. Tutalım, belə olanda görək nə baş verir. Uzadıramsa. Onda ən uzun bənzər olaraq. Nə? Müəllim, 6 dənə gərək karbon olsun deyə dedim yəni. İndi mən neyim oradan? Birini çıxarım, üstünə ağarım. Birini çıxanda. Hə, birini çıxardım. Hə, başa düşdüm. Tamam. Qoy onu çıxardım oradan, gözlə. Belə, bax. Belə də 1, 2, 3, 4, 5, 6. Bayaq saydığımız kimi də 1, 2, 3, 4, 5, 6. Eləmi? Onda bu, deyəsən, Süleymanın sualı var idi. Bundan səhv yazmışdı. Gəlin onu necə izah edeyim sizə. Bax, bir dənə buna təzədən düzəldim. Mən belə seçsəm, Nihat, burada böyük bir radikalın qalır. İzopropil radikalın. Bir var, izopropil radikal. Bizim qayda var ki, həmişə çox minimum hala yetmək lazımdır. Bir var, deyəsən ki, burada 1, 2, 3, 4, 5, 6. Deyəsən, məsələn, 3-də xlor, nə bir deyərdi, neçədir bizi? 3-də xlor, 4-də izopropil, propil, sonra deyəsən heksanol, heksanol 2. Bir var belə deyəsən. Bir də var. Bax, indi bunu silirəm burada yazdıqlarımı. Balaca hissə saxlamağa çalışacağam. Gözləyin. Dala qaydaq. İndi bir də var, belə gətirirəm. 4, 5, 6. Burada bir dənə metilin var, burada bir dənə etilin var. Nömrələyirəm 1, 2, 3, 4, 5, 6. Artıq deyirəm ki, məsələn, 3 yenə xlor. 5-də metil, birinci balacanı demək lazım. 5 metil, 4 etil, heksanol 2. Bax, bu doğrudur. Belə də 8 dənə hidrogen olur. Yəni, böyük olan götürürük. Böyük olan demək də, çalışdığımız qədər radikalı qısaltmağa, yəni böyük radikal saxlamayaq da, parçalamağa cəhd edirik. Yaxşı, əgər imkan varsa. Bildin, Nihat, bayaq izopropil ilə idi. Qurtarma metili. Yəni, belə bir sual düşə bilər də. Hə, niyə düşmür? Deyəsən var idi. Süleyman, sınaqda belə bir sual deyəsən səhv yazmışdı, nə Süleyman? İkinci sual idi, nə idi?